Yeni il yaxınlaşdıqca mağazalarda da bayram havası hiss olunur. Mağazalarda biri-birindən fərqli bəzək oyuncaqları tapmaq mümkündür. Qiymətlər isə çeşiddən asılı olaraq dəyişir. Bir sözlə, çeşid çox, qiymət isə baha. Əməkdaşlarımız mağazalarda bayram aksesuarlarının qiyməti ilə maraqlanıblar. İzləyək görək, qiymətlər alıcıların büdcəsinə uyğundur, yoxsa bayram adı altında cib yandırır? Fidan Səfərin süjetini izləyək. $3000'e var, $5000'e var, $30.000'e var, hər qiymətə var. Yeni il deyəndə təbii ki, ilk yada düşən şam ağacları olur. Artıq bayrama sayılı günlər qaldığından bütün mağazalarda hər hündürlükdə şam ağacı tapmaq mümkündür. Bu ağacların qiyməti həm materialına, həm də hündürlüyünə görə dəyişir. Məsələn, yanında dayandığımız ən hündür yolkanın qiyməti 2500 manatdır və hündürlüyü 5 metrdir. Bəs görəsən, sadəcə bayram günlərində evin bir küncündə saxladığımız şam ağacına bu qədər pul verməyə dəyərmi? Yox, dəyməz. Siz verərdiniz. Verməzdim. Nə qədər pulum olsa da o qədər pul vermərəm. Şaxta babanı neçəyə almısınız? 130 manata. Mənim üçün dəyər. Mən belə düşünürəm ki, bu gözəl bayramdır və bayramlara xəsislik eləmək olmaz. Elə dükanlar var, cib yandırır. Bir dənə oyuncağın məsələn birini qoyurlar 4 manata, 5 manata. Elə şam ağacları var ki, qiyməti demək olar öz böyüklüyündədir. Satıcılar deyir ki, bu kateqoriyaya aid yolkalar ildə cəmi 5-10 ədəd satılır və əsasən sifarişlə hazırlanaraq müştəriyə təhvil verilir. Ən baha yolkamız hal-hazırda 3500 manata qədər var. Yəni hər belə deyim ölçüdə, hər modeldə, ümumiyyətlə yolkalar belə deyim ölçüyə görə də qiyməti dəyişir və materiala görə də qiyməti dəyişir. Yolkalar aldıq, nə bilim uşaqlar üçün əyləncəli bir şeylər almışıq. 2-10 yolka almışam 100 manata. Biraz yuxarı qiymətlərdir. Yəni hər insanın büdcəsinə uyğun olmaya bilər də. İndi mən də çalışıram biraz özümə münasib olanı tapım. Nə qədər artım var? Hər ölçüdə bəlkə 5 manat, 10 manat. Bundan aldıq. 2 metr 40 santimdir. 250 manata aldıq. Neçədir? Ümumiyyətlə necədir qiymətlər? Sərf elədim. Qiymətlər baxır da hərə bir qiymət qoyur. 300-ə var, 400-ə var. Qısası qiymətlər fərqli olsa da bir reallıq var. Yeni il havası istəyən hər kəs büdcəsinə uyğun seçim tapa bilər. Fidan Səfər, Əfqan Bayramov, Space xəbər.